Salam değerli dostlar, xoş gördük hər birinizi, əziz və dəyərli izləyicilər. Mən zaman-zaman cəza çəkmə müəssisələrindən, eyni zamanda istintaq təcridxanalarından danışmışam. Məlum səbəblərdən, məlum hadisələrdən mən də özüm 3 il həbsxana həyatı yaşamışam. Bundan ayrıca danışacağım inşallah. Çox ətraflı danışacağım. Başıma hansı hadisələr gəlib, Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında 144 gün qalmışam. Niyə orada qalmışam, nə üçün orada qalmışam, sonradan Bakı İstintaq Təcridxanasına gəlmişəm. Bakı İstintaq Təcridxanasında ümumiyyətlə nələr baş verib, orada hansı hadisələr olub, ümumiyyətlə Bakı İstintaq Təcridxanasında zaman-zaman münasibət necə olub, hamısından ayrıca danışacağım zaman-zaman. Sonradan 16 saylı cəza çəkmə müəssisəsində olmuşam, 4 ay orada saxlanılmışam. Orada nələr baş verib, İlham Baxşəliyev 16 saylı cəza çəkmə müəssisəsində, türmədə öz imperatorluğunu qurub, o imperatorluqla mən orada mübarizə aparmışam. Sonradan gəlmişəm ixtisaslaşmış müalicə müəssisəsinə. Onun adı Tubzon deyirlər. Ona Tubzon adı ilə məşhurdur. Tubzonda nələr olub, Tubzonda gəlib nələr görmüşəm, Tubzonda xatirələrim necə olub, amma Tubzonda bir imperator var. İxtisaslaşmış müalicə müəssisəsində bir rejim rəisi var, dəyərli dostlar. Ondan ayrıca danışacağım. Amma mənə bir ana səs göndərib deyə mən qısa bir onun haqqında arayış verəcəm. Sonradan Tubzonun ixtisaslaşmış müalicə müəssisəsinin möhtərəm rejim rəisi haqqında ayrıca danışacağım Əsgərov Anardan. Mən əvvəllər danışdım bunun haqqında. Çox hörmətli dostlardan mənə zəng elədilər. Xahiş elədilər ki, Elnur müəllim, bu Əsgərov Anar düzəlib bundan danışma. Bugün mənə bir səs göndərib, bir valideyn. Bir ana səs göndərib. Ana fəryad edir, dəyərli dostlar. Birbaşa buradan Fərid Əhmədovun diqqətinə, hörmətli Ədliyyə Nazirinin diqqətinə, ixtisaslaşmış müalicə müəssisəsində mayor rejim rəisi Əsgərov Anar at oynadır orada. Özünün xüsusi qaydaları var. Özünün xüsusi orada biznes şəbəkələri var. Hər nə istəsə eləyir adam orada. Mən zaman-zaman orada saxlanıldığım müddətdə adamla birlikdə oturmuşam skamekada, orada oturacaqda bu danışdıqlarımın hamısını onun üzünə demişəm. Bütün dostlar bilir. Tubzonun ixtisaslaşmış müalicə müəssisəsinin ləyaqətli əməkdaşları var. Orada müavinlər var. Cavid Zeynalov çox tərbiyəli ziyalı adamdır. Rəfi Vəliyev, indi səhv etmirəmsə rəisdir. Orada əməliyyat şöbəsinin rəisi var idi. Kamil demirəm. Penitensiar xidmətin ləyaqətli əməkdaşları var. Amma amansız və işgəncəyə meyilli əməkdaşları da var. Şəxsən Tubzonda ixtisaslaşmış müalicə müəssisəsində rejim rəisinin əlindən məhkumlar qan ağlayır, dəyərli dostlar. Oranın adımı buna çatmır. Ümumiyyətlə bu adam bilmir bu müəssisədə gələn məhkumlar niyə gəlir bura? Ay qardaş, ay hörmətli, qəhrəman qolu güclü Əsgərov Anar. Ora gələnlərin 99% xəstədir. Bir gözünü aç, bədbəxt oğlu bədbəxt. Ora gələnlər vərəm xəstələridir. Ora gələn məhkumların 95%-i bir ovuc dərman atır gündə. 20 dənə, 25 dənə tabletka atan xəstələr var orada. Adamlar 5 dəqiqə, 10 dəqiqə səhər-səhər artıq yatırlar, gecə yata bilmirlər. Qaraciyər serrozu var orada, ağciyər vərəmi var, ayağı qaralanlar var, beli qaralan var, həyatı qaralan var orada. Həyatı qaralıb adamlar var. Günlərini sayırlar. Ölüm günlərini sayan adamlar var orada.
nə vaxt öləcəm günlərini sayan məhkumlar var orada. Sən nə edirsən Əsgərov Anar? Aparırsan qaraciyər serroz xəstəsi olan, ağır bir durumda olan xəstə səhər-səhər 5 dəqiqə, 3 dəqiqə artıq yatıb deyə onu aparıb atırsan, məhkum olunmuş şəxslər, türmədən ümumiyyətlə məlumatlı olan şəxslər bilirlər. Dapilxot deyilən bir yer var, raşotkaya. Aparıb xəstəni salır raşotkanın içinə, səhər-səhər salır, axşam çıxardır. Qaraciyər serroz xəstəliyin, ağciyər vərəm xəstəsi səhər-səhər 3 dəqiqə, 5 dəqiqə artıq yatır. Xəstə də kişi bu. Bura, təkrar qeyd edirəm, bura heç bir adam kefindən gəlmir. Ya qaraciyər xəstəliyi var, ya ağciyər xəstəliyi var, yaxud da sümük vərəmidir. Zaten onsuz da bizim qanunlarda o qədər boşluq var. Bu ağır xəstələr dərhal cəzanın çəkilməmiş hissəsindən şərti olaraq azad olunmalıdır. Hə, bu qanun yalnız kağız üzərindədir. Hələ ki, elədir, dəyərli dostlar. O qədər ağır xəstələr var orada. O qədər, çox-çox üzr istəyirəm dəyərli tamaşaçılardan, izləyicilərdən. Orada qan qusan xəstələr var. Bu Əsgərov Anar, bu mübarək adam orada elə işgəncələr verib məhkumlara. Mən bunun hamısını demişəm. Demişəm ki, mən səndən burada eşitdiyim sözləri vaxtilə Azərbaycan xalqına düşmən ölkə eləyib. Sənin burada elədiyin məhkumlara qarşı elədiyin hərəkətləri, verdiyin işgəncələri 92-ci illərdə, 91-ci illərdə düşmən ölkə Azərbaycan vətəndaşını eləyib. Mən bunu adamın üzünə demişəm, üzünə demişəm, Tubzonda üzünə demişəm. Oturmuşuq birlikdə, demişəm ki, sən bu yoldan çəkin kişi. Burada kifayət qədər tərbiyəli, əxlaqlı əməkdaşlar var. Demirəm, orada bəzi əməkdaşlar var idi. Mən zaman-zaman orada bizim sözümüz toqquşurdu. Mən mübahisə eləyirdim, irad bildirirdim. Belə olmaz, belə eləmək olmaz. Kişi, bu vətəndaşlara qarşı bunu eləmək olmaz. Amma bu mübarək, bu məşhur rejim rəisi görünür hələ yenə də köhnə havada qalıb. Buna orada irad tutan yoxdur. Birbaşa buradan Fərid Əhmədovun diqqətinə çatdırırım. Adam sizin adınızdan, məndə olan məlumata görə hamıya deyirmiş ki, mənim arxamda nazir durub. Mən nazirə güvənirəm, gündə də nazirlə telefonla danışıram. Kim hara istəyir, gedib deyə bilər. Bu nə təfəkkürdür, bu nə zehniyyətdir, bu harda təhsil alıb, bu səhər-səhər nə yuxu görüb gəlir Tubzona? Yuxuda kimi görüb gəlir Tubzona? Vaqif Xaçatüryanı görüb gəlir yuxuda, yaxud Ruben Vardanyanı görüb gəlir yuxuda. Sən yuxuda nə görüb gəlib düşürsən o xəstələrin üstünə, qardaş? Bir daha mən burada müraciət edirəm. Məsələ dərhal götürülməlidir nəzarətə. Hər hansısa bir qurumu maraqlandırsa ki, o səs yazsın, o ananın fəryadı mən göndərə bilərəm ona. Ana deyir ki, mənim oğlum qaraciyər serrozudur. Mənim oğlumun dərmanları mən çöldən göndərirəm. Mənim oğlumun 2 dənə az yaşlı qız uşağı var. Balaca, körpəsi var. Mənim oğlum can üstündədir. Mənim oğlumu rejim rəisi aparır, salır Dabilxoda 20 dəqiqə, 10 dəqiqə, 5 dəqiqə artıq yatıb deyə adam səhərdən axşama kimi qalır orada raşotkanın içində, buzun qabağında. Niyə? Həmən dəqiqə dostlar bilirlər. Gərək ona 50 manat pul verəsən. Anar Əsgərovun nisiyə dəftərləri var. Nisiyə dəftərləri. Mən onun haqqında istəmirəm buradan qabaqcadan nə əməllərlə məşğuldur. Onu məndən adəti qurumlar soruşarlar və dərhal gedər onun otağına girərlər, görərlər onun otağında nələr var. Nə işlərlə məşğuldur orada? Hansı otağı neçəyə satır? Sən xəstəni aparıb salırsan raşotkanın içinə. Utanmırsan mı? Ayıb deyil mi sənə? Sən ağır xəstə, ölüm ayağında olan xəstələrdən nə isə umursan, nə isə güdürsən. 1001 hiylə gəlirsən, mən görmüşəm onların hamısı. 1001 hiylə ilə, 1001 hoqqa ilə məşğulsan orada. Ana ağlayır, kişi, ağlayır ana. Səni elə o
vərəm xəstəliyinə sən də tutulasan. Tutulasan səni də, bilərsən ki, onun ləzzəti nədir? Yazıq insanlar var orada, mən görmüşəm. Təkrar üzr istəyirəm dəyərli izləyicilərdən, gedə qanqusanlar var. Sağ olsun oranın tibbi personalı. Sağ olsun oranın həkim heyəti. Ayrı-ayrılıqda hər birinə təşəkkür edirəm. O qədər ciddi məşğul olurdular vərəm xəstələri ilə. Elə sümük vərəm olan məhkumları ayağa dururdu. Orada Laman doktor var, orada Anar doktor var, adları fikrimdən çıxıb. Günel xanım var idi orada, Uzidə, digər orada Lalə xanım var idi, səhv etmirəmsə. Yəni olanlar evindən dərman gətirəsi deyil ki, bizim orada baş tibb idarəsi var. İndi Cəmil Kamillidir, Kamil Cəmillidir, o mübarək kimdir? Dərman ver qardaş. Cəza çəkmə müəssisələrinə dərman ver. Kifayət qədər şikayətlər gəlir orada. İndi olandan maksimum dərəcədə oranın tibbi personalından mən çox razı gəldim. Ondan ayrıca danışacağım. İxtisaslaşmış müalicə müəssisəsinin tibbi personalından mən ayrıca danışacağım, dəyərli dostlar. Çox yüksək səviyyədə. Və yenə təkrar edirəm. Ədliyyə Nazirliyinin penitensiar xidmətin dəyərli orada əməkdaşları var. İndi tənqid edirik, təqdir də eləmək lazımdır. Şəxsən ixtisaslaşmış müalicə müəssisəsində, Tubzonda kifayət qədər orada tərbiyəli, işinin peşəkarı əməkdaşlar mən gördüm. Digər müəssisələrdə də varmı? Var. Amma 7 nömrəli zonun rəisi Mehman adlı bir kral 7 sayılı türmədə at oynadır. Ondan da ayrıca danışacağım. Amma bu mübarəki tanıyın dostlar. Bu mübarəki tanıyın. Mən bunun Tubzonda qurduğu imperatorluqdan ayrıca danışacağım dəyərli dostlar. İndi sadəcə olaraq bu ana mənə bir səs göndərmişdi. Mən bu yayımı etmək zorunda qaldım. Dəyərli izləyicilər, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.